Sabahın xeyir Azərbaycan. Həyatda problemlər, maniyyələr, əngəllər həmişə var. Amma əsas olan o əngəlləri əngəlsizə çevirmək məsələsidir, hünəridir, sevgisidir. Və bizim əngəlsiz rubrikamızda həm də bax elə belə işıqlı insanları, belə hünərləri, belə cürətləri çəkir, sizə bölüşür və eyni zamanda bir növ bir motivasiya vermək istəyir. Dərzi və xalça eskizləri peşələri ilə məşğul olan Səbuhi Ələmov. Onun maraqlı bir həyat hekayəsi var, işıqla dolu, inamla dolu və Orxanın müəllifliyi ilə həmin hekayəni sizinlə bölüşürük. Gözlənilməz bir an, qəfil hadisə və bir insanın taleyi. Səbuhi Ələmovun həyatı bir avtomobil qəzası ilə tamamilə dəyişdi. Bu qəza onu əvvəlki fiziki imkanlarından ayırsa da ruhunu sındıra bilmədi. Avtoqazı keçirtdim. 2 il yarım hardasa yeriyə bilmirdim ümumi. 2 ildən sonra müalicəyə başladım. Müalicələrin sayəsində bir ildir məsələn çərişinə ən azından özümü bir artsa idarə edəyəm də. İnsanın iradəsidir əslində başda olmaq şərtindən. Bir də onun yayını öyrəsi. Məsələn mən valideynlərimin sayəsində mən qohum məqrəbələrim də olubdur. Yaxşı olacaqsan, yaxşı gedəcəksən, sən güclüsən, sən bunu bacararsan. Çətindir həqiqətən. Mən bir il, 2 il müalicə aldım, eyni şey. Məsəl üçün getmir də. Fərq alırsan, az alırsan da. Mən dedim, yox da elə belə olacaq. Sonra düşündüm ki, insanın əlində hər şey qadirdir. İstəsin edə bilər sənə gəlsə. Uzun və çətin bir bərpa dövründən sonra Səbuhi içindəki yaradıcılığı kəşf etdi. O, dərzi ilə tanış oldu və ipə-sapa həyat verməyə başladı. Qısa zamanda bu peşəni mənimsəməyə başladı. Cəlilabadda qardaş var, o dedi. Dedi ki, gəl 50 peşə məktəbi var Ramanda, oraya səni yollayaq, bəs peşə məktəbidə 11 dənə peşə var. Kompüter varsa, həmbəsin vardı kompüter öyrənməyə. Kompüterə yazdırdım, üstündən bir xeyləm keçdi, 1 ay keçdi, 2 ay keçdi, Ramana məni çağırdı. Və Ramana getdim əlillər evinə, orada kompüterə həvəsim oldu. Sinifdələr çətin gəlirdi həqiqətən, öyrənmək istəyirdim amma dedim ki, öyrənəcəm. Kompüterə gedə-gedə, oradan muncuq müəlliməsi var idi. Xalça müəlliməsi idi, amma muncuq da görürdü, Nuranə müəllimə. Mən onun sayəsində muncuqdan çantalar, səbət qablar, mücür qablar, güllər, almalar, çiyələklər, banan, narrazatda toxudum. Orada əsas ixtisasım kompüter idi. Kompüterdə oxudum, yaxşı oldu, 3 ulduz aldım. Belə deyəlim, mənim sözümsü dərzini çox istəyirdim. Dərzini öyrənmək istəyirdim. Həm duruma görə, həm də biraz həvəsim var idi. Dərzidə gələndə həqiqətən sözüsü heç bilmirdim. Mən iynə saplama, belə paltar tikməyə olub, o bizim əsgərdə eləmişik. Burada məsəl üçün hökmə müəlliməm, həqiqətən sağ olsun. Onun sayəsində mən 3 dənə paltar tikmişəm bu 5 ayın ərzində. Ancaq bu yalnız başlanğıc idi. Səbuhi həm də xalça eskizləri çəkməyə başladı. Onun fırçasından doğan naxışlar Azərbaycan xalçaçılıq sənətinin yeni nəfəsi oldu. Dərzidən sıfır mən xalça eskizidə də oluram. Orada da məsəl üçün xalça çəkirəm. Siftə bir çətinlik gəlir həqiqətən. Biraz əsəbləşdirirdi məni. Sonra yavaş-yavaş müəlliməm sayəsində indi mən məsəl üçün xalçada da deməyim o qədər süperəm, amma ki ötən günümə baxanda məsəl üçün indi daha da qəşəng. Onu da müəlliməm sayəsində, yəni ki həqiqətən. Zəhmətimi boşa vermək istəmirəm. Nə özümün, nə müəllimələrim. Yəni istəyirəm ki, bir iş gedim, işləyim. Dərzidə olarsa, dərzidə daha gözəl olar mən üçün işləmək. İndi işdə olmaz, dərzidə olar, xalçada, o da mən üçün gözəl bir şey. Bu iki sənətin ikisinin birini işləmək istəyirəm. Bugün Səbuhi Ələmov yalnız öz həyatının deyil, başqalarına da ilham verən bir həyat hekayəsinin müəllifidir. Qəzanın ona apardığı yol əslində onun özünü tapdığı yol oldu.